Bura Şamaxı rayonu 2-ci Çağan kəndi. 2-ci Çağan kəndinə gedən yolu sel bir aydır bu formada yuyur. İcra məmurlarına məlumat vermişik, icra orqanlarına məlumat vermişik. Heç kəs maraqlanmır, nə bələdiyyə maraqlanır, nə icra hakimiyyəti maraqlanır, nə də kənd soveti maraqlanır. Həmən bu yolu da bir vəziyyətə qoyan bu balaca çaydır. Neçə dəfələrlə məlumat vermişik, heç bir qurum maraqlanmıyor. Axşamki yağan yağış nəticəsində bu vəziyyətə düşüb bu yolun bu hissəsi. Düzdür, uçmuşdu. Axşam yağış yağandan sonra daha da uçqanın vəziyyəti artır. Kəndə gedən yol bağlanır. Onu da qeyd edim ki, kəndin girişində Ulu Öndər Heydər Əliyevin adına tikilmiş bulağa 50 metrə qalmış məsafədəndir.